Digər variantı burada yazmadan öncə gəlin bir dənə baxaq. Deməli, bizdə lazımdır ki, belə bir ifadə 1, 1, 0, 1, 0. Deyək ki, bu sadəcə nümunədir. 2 hissəsində. Biz 8 hissəsini keçmək istəsək, bunu 3 qruplaşdırırdıq. Və deyək ki, bura tamamlanmadısa, qarşısına 0 əlavə edirik. Yox, belə bir ifadə olsaydı, 1, 0, 1, 0, o zaman 2 dənə 0 əlavə edəcəkdik. Yox, əgər 1, 1, 1, 0, 1, 1 olsaydı, o zaman ehtiyac yoxdur. Yəni, artıq 3'ə tamamlaya bilirdik. Bunu da nəzərə almalıyıq ilk öncə. Deyək ki, biz ədədin rəqəmlərin sayına baxaq. Əgər ədədin rəqəmlərin sayı 3'ə tamamlanmırsa, ilk öncə biz onu 3'ə tamamlamağa çalışaq. Ondan sonra keçid alacağıq digər mərhələyə. Deməli, gəlirik burada. Yenə də biz belə bir ifadə yazırıq. N bərabərdir int input. Və bunu da yenə də çevirək sətir tipinə. Və yoxlayaq ki, while len n, yəni simvolların sayı faiz 3 bərabər deyilsə 0. Yəni 3'ə tam bölünmürsə, o zaman həmin o n'in qarşısına bir 0 əlavə edək. 0 üstə gələk n. Baxaq görək biz nə edirik. Print n. Deməli, burada belə bir ifadə yazırıq. Əgər biz 1, 1, 0, 1 yazdığımız anda, baxın, burada görürsünüz artıq 3'ə bölünəcək sayı çatdırdı. Qarşısına 2 dənə 0 əlavə elədik. Yox, deyək ki, biz əgər 1, 1, 1 yazsaq, heç bir şey eləməyəcək. Çünki artıq 3'ə bölünür. Yəni, buna əlavə ehtiyac yoxdur. Deməli, ilk işimizi gördük. Bunu bu şəkildə formalaşdırdıq. Növbəti addımda biz bunu 300 qruplaşdırdığımıza görə artıq rahat içərisində gəzə bilərik. Və hər birinin də üstünü bu şəkildə yazırdıq. 1, 2, 4 qaydası ilə. 1, 2, 4 qaydası ilə. Deməli, birinci simvolu biz vuracağıq 4'ə. İkincini vuracağıq 2'yə. Üçüncünü 1'ə, yəni özü, belə deyək. Sonra əlavə olaraq növbəti ifadəyə keçəcəyik. Və bunların da indekslərinə fikir versək, deyək ki, bunun indeksi 0-cı indeksi, axı bu sətirdir, 0-cı indeksdədir. 1, 2 olacaq. Növbətiyə keçəndə artıq bu 3-cü indeksdə olacaq. Odur ki, 0-dan 3'ə keçəcəyik və həmin indeksi 3 vaid artıra bilərik. Yenə də gələcək 3, 4, 5, növbətiyə keçəcək 6-cı indeks. Yəni, təbii ki, bu ədədin rəqəmləri sayından asılıdır. İndi onu yazmağa çalışırıq və belə də yazaq. Deməli, bizim ifadəmiz bəllidir. N hazırdır. For i in range yazırım. Bunu forla yazırıqsa lap rahat. 0'dan biz baxacağıq, həmin o deyək ki, ədədin bütün rəqəmlərini yoxlamamız lazımdır. Len n'ə qədər getməyimiz lazımdır. Və elə 3'ü burada yazsaq, növbəti ifadədə 3 artacaq onsuz da. Və bunu yazdıqdan sonra bizə bir ifadə lazımdır ki, burada başlanğıc olaraq bunun qiymətini yazaq. Deyək ki, s bərabərdir, s üst-üstə gələk. Yoxlamalıyıq ki, n'in, həmin bu n'in i-ci indeksdə duran elementi, n'in i-ci indeksdə duran elementi. Bunu vurmalıyıq 4'ə. Və burada gördüyünüz ki, 1, 2, 4 qaydasını nəzərə aldığımıza görə 1, 2, 4. İlk ifadəni 4'ə vururuq. Bu, deyək ki, 0-cı indeksdə duran elementdir. Növbəti isə 0 plus 1-ci indeksdə duran elementdir. Və o zaman bunun üzərinə gələcəyik. Həmin bu n'in i plus 1-ci indeksdə duran elementi vuraq 2'yə. Və üstə gedək. Yenə də nə yazırıq? N'in i plus 2-ci indeksdə duran elementin də elə vuraq 1 də yaza bilərik, elə yazmaya bilərik. Sadəcə bu uyğunluq pozulmasın deyə belə yazdım yəni. Amma bu n-i axı sətir tipindədir. Odur ki, mən bunu intə çevirməliyəm ki, bunu vura bilim. İntə çevirdik. Hər birini intə çevirməyimiz lazımdır. Int və bu şəkildə də gəldik. Burada yazdıq. Və eyni zamanda da int bu şəkildə gəldik, yazdıq. İntə çevirdik, vurduq. İntə çevirib, vurduq. Bunları intə çevirib vurduq, amma bu ifadəni də vurandan sonra yekun nəticəni bir formada qruplaşdırırdıq. Yəni, bir daha başqa bir nümunə yazaq, elə burada yazaq. Deyək ki, 1, 1, 0, 1, 1, 1, 0, 1. Bu şəkildə formalaşdırsaq, burada 0 yazsaq, 1, 2, 4, 1, 2, 4, 1, 2, 4.
Yəni buradakı ifadələri vurduq. Sıfıra vurduğumuza görə onsuz da bu sayılmayacaq. Bunları vuracağıq. Yəni 1 olanlar bu 3 olacaq. Və növbəti bu alacağımız buradakı yenə də 3'ü bunun yanında yazsın. Və ona görə biz bunu təzədən sətrə çevirək ki, bu 3 görünsün. Yoxsa int tipində olsa artıq bunu 6 deyə hesablayacaq və üstünə də burada 5'i gəlmiş olacaq. Bizim istədiyimiz alınmayacaq. Odur ki, bu ifadəni təzədən biz sətrə çeviririk. STR deyirik və gəlirik burada da mötərizəni bağlayırıq. Bundan sonra gəlirik print S yazırıq. Başlanğıc qiymət necə götürəcəyik burada və gəlirik burada S bərabərdir. Bunu yazırıq. Boş sətr. Həmin o ifadənin üzərinə sətr tipində olan ifadə gəlirik ki, bu normal qaydada işləyə bilsin. Deməli 1 1 0 1 1 1 yazsaq, baxın burada 67'ni almış olduq. 7 bu edir və 6 da bu edir. Düşünürəm ki, bu variant daha rahat, daha yığcam gələ bilər. Amma sözsüz ki, hər iki variant doğru sayılır.